Bismillah. Bürclərin 8 aprelə ən düz ümumi proqnozu və günün ən düşərli, ən şanslı və ən gərgin bürcləri. 8 aprel bürclər proqnozu belədir. Qoç, enerjin yüksəkdir, amma emosional qərarlar verə bilərsən. Pul məsələsində risk etmə, planlı ol. Boğa, maliyyə baxımından yaxşı gündür. Gözlənilməz qazanc və ya əlavə gəlir şansı var. Əkizlər, gün biraz dəyişkəndir. Qazanc var, amma xərclər də arta bilər. Balansı qorumaq vacibdir. Xərçəng, daha diqqətli olmalı gündür. Pul itkisi və ya yanlış qərar ehtimalı var. Şir, işdə aktivlik artacaq, qazanc imkanı var, amma şəxsi xərclər də yüksələ bilər. Qız, ən uğurlu günlərindən biridir. Pul və iş mövzusunda düzgün qərarlar səni irəli aparacaq. Tərəzi, balanslı gündür. Kiçik, amma sevindirici maliyyə xəbəri ala bilərsən. Əqrəb, stres və gərginlik hiss edilə bilər. Maliyyə riskləri var, ehtiyatlı ol. Oxatan, yeni imkanlar görünür, amma sabit deyil. Pul yatırımı üçün uyğun gün sayılmaz. Oğlaq, stabil və məhsuldar gündür. Gəlirini artırmaq üçün yaxşı fürsət yarana bilər. Dolça, gözlənilməz xərclər çıxa bilər. Büdcəni qorumaq əsas məsələdir. Balıqlar, intuisiyan güclüdür. Düzgün qərar versən maliyyə baxımından fayda əldə edə bilərsən. Pulda ən şanslı bürclər. Qız, ən güclü maliyyə enerjisi. Buğa, əlavə gəlir şansı. Oğlaq, stabil qazanc. Pulda ən gərgin bürclər. Xərçəng, səhv qərar və itki riskli. Əqrəb, maliyyə stresi. Dolca, qəfil xərclər. Qısa nəticə. Ən şanslı qız. Orta stabil, buğa, oğlaq, tərəzi. Riskli, əqrəb, dolca, xərçəng.